İctimai Birliğinin qapısı hamının üzünə açıqdır. Qulunu mən yaxın bir vaxtda tanımışam. Mövlana Cəlaləddin Rumi deyir ki, ya olduğun kimi görün, insanda bu xüsusiyyət xoşdur, ya da göründüyün kimi olur. Şəxsən bax, Qulu Xaləddinoğlu, Qulu İsmailov mənim aləmimdə olduğu kimi görünüb, göründüyü kimi də olan bir insandır. Sadədir, sadəlikdə ucalıq müzəssəməsi kimi mən onu qəbul edirəm. Yəni, hərbi sahədə də çalışıbdır, riyaziyyatçıdır. Eyni zamanda indi bizim Dədə Camal Elm İrfan Məclisinin həm sədridir də, iki həm sədri var oradan. Bu mənada Qulu müəllimi deyə bilərəm ki, çox səmimi insan kimi tanımışam. Deyir, dostum, qardaşın necədir? Deyir, yoldaşlıq eləməmişim, dostluq eləməmişim. Qısa bir vaxtda biz yol gəlirdik. Bu Borçalı Cəmiyyət İctimai Birliyində çalışqandır. Çalışqanlığına görə də mən onun Xarı Bülbül jurnalında olan çalışıram şeirini çalışıram mən, oxumaq istəyirəm. Daha o əvvəlki dəmlərim yoxdur, nə dağı, nə daşı dolaşıram mən. Artıq qət etmişəm yolun çoxunu, indi yavaş-yavaş yal aşıram mən. Günlər quş tək uçub gözdən itəndir, aylar dolanandır, illər ötəndir. Bir tək sevgilim var, o da vətəndir, onun eşqi ilə alışıram mən. Quluyam, nə haqqın önündə durdum, nə də nahaq yerə bir könül qırdım. Bir gün köçəcəyəm əbədi yurdum, ahirətim üçün çalışıram mən. Qulu, çalış, həmişə çalış, olduğun kimi, göründüyün kimi ol. Mənim könlüm deyir ki, 60, 70 nədir ki, 80, 90, 100 yaşa dost doğmalarla başa.